Məni çox səfərlərdə görmüsünüz, amma bu dəfə gəzməyə yox, balaca qəlblərdə təbəssüm yaratmağa getmişdik. Təbəssüm Yarat komandası ilə Astranın Sım kəndində idik. Təbəssüm Yarat komandası illərdir Azərbaycanın ən ucqar dağ kəndlərinə səfər edir. Orada təhsil alan uşaqların təhsil həyatına dəstək olurlar. Buna görə də məktəb çantaları, dərs ləvazimatları, geyim, ayaqqabı, idman alətləri və digər hədiyyələri balacalara çatdırırlar. Burada məqsəd yalnız yardım aparmaq deyil, həmçinin uşaqlarda təhsilə maraq oyatmaqdır. Onlara motivasiya vermək və gələcəyə ümid aşılamaqdır. Bu yolu heç vaxt heç bir maddi qarşılıq gözləmədən, yalnız xeyirxahlıq və insani sevgi ilə davam etdirirlər. Mən də bu komandanın bir üzvü olmağa qərar verdim. Yüzlərlə yardımsevərlə birlikdə minlərlə uşağın həyatına toxunur, onların üzündə təbəssüm yaratmağın sevincini yaşayırıq. Bizim məqsədimiz Azərbaycanın hər bir bölgəsində yaşayan uşaqların təhsilə marağını artırmaqdır. Biz inanırıq ki, bir uşağın həyatında edilən kiçik bir toxunuş sabahın daha savadlı, daha güclü və daha xoşbəxt cəmiyyətinin təməlini qoyur. Hər səfərdə yalnız məktəb ləvazimatı deyil, sevgi, qayğı, ümid və motivasiya aparırıq. Çünki inanırıq ki, bir uşağın gülüşü daha işıqlı gələcəyin başlanğıcıdır. Şüarımız isə bir uşaq gülərsə dünyamız gülərdi.